Bəli, artıq dataları hazırlamış olduq. Həmin datalar hazırda data modelimizdə saxlanılır. Dataları görə bilməməyinizin əsas səbəbi isə hazırda report view hissəsində olduğumuzla bağlıdır. Sağda fields, yəni sahələr adlı hissəyə diqqət yetirək. Hazırladığımız cədvəl və onun sütunları məhz burada aydın görünür. Report view ilə yanaşı data view və model view hissələri də əlimizdə var. Data view hissəsinə klik edərək datalarımızı görüntüləyə bilərik. Məhz bu dataset artıq data modelinə yüklənmiş hesab edilir. Data view hissəsində olan tablardan istifadə edərək müxtəlif hesablamalar həyata keçirə bilərik. Məhz ölçülər, hesablanmış sütunların yaradılması da bunlara misal ola bilər. Lakin mən hazırda onlara toxunmuram, çünki növbəti dərslərimizdə onları detallı şəkildə araşdıracağıq. Yenidən report view hissəsinə qayıdaq və işimizə davam edək. Bu dərsdə ilk vizualizasiyamızı yaradacağıq. Bunun üçün biz Power BI Desktop'dan Visualizations bölməsində olan vizuallaşdırma növlərindən istifadə edəcəyik. Onlardan hansısa birini seçərək dataları vizuallaşdıra bilərik. Mən ilk vizual növ kimi Clustered Column Chart'dan istifadə edəcəm. Visualization bölməsində həmin növ üzərində klik edirik. Hazırda o, Report View hissəsinə əlavə edildi. Gördüyünüz kimi report view hissəsindədir. Biz onu mouse'un sol düyməsi ilə tutub səhifənin istənilən bir yerinə çəkə bilərik. Onun qıraqlarında olan xətlərdən istifadə edərək ölçüsünü böyüdə və balacalaşdıra bilərik. Hazırda sağ tərəfdə Visualization sahəsinin altında 4 bölmənin aktivləşdiyini görürük. Məhz dataları bura əlavə edərək onları vizuallaşdıracaq. Bunun üçün ilk olaraq GDP sütununa klik edək. Gördüyünüz kimi o, values sahəsinə əlavə edildi. Lakin tək parametr olduğu üçün bir məna kəsb etmir. Ona görə də year adlı sütunu da əlavə edək. Hazırda illərə görə GDP-ni biz ayırmaq istəyirik. Ona görə də year sütununa klik edirik və qarşımıza belə bir görüntü çıxmış olur. Həmçinin burada biz ölkələrə görə də ayrı-ayrı illərdə olan datalara baxa bilərik. Country sütununu seçək. Gördüyünüz kimi Legend hissəsinə country əlavə olundu. Qarşımıza sadəcə belə bir qarışıq nəticə çıxmış oldu. Biz burada GDP-yə görə ilk 10 ölkəyə baxmaq istəsək, bunun üçün nə edə bilərik? Bunun üçün Filters adlı bölmə bizə yardım edəcək. Country üzərinə gəlib ox formalı işarəni seçirik. Sonra isə Filter tip hissəsində Top N klik etməliyik. Gördüyünüz kimi Show Items hissəsində top və bottom var. Yəni bir üstləri seçə bilərik, bir də ən altda olanları seçə bilərik. Və onun qarşısındakı sahədə bizdən bir rəqəm yazmağımızı istəyir. Mən bura ilk 10 ölkənin nəticələrini görmək istədiyim üçün 10 rəqəmini yazıram. Sonra isə aşağıda By Value hissəsinə gəlirik. Burada isə hansı datalara görə ilk 10-u seçməyimizi bizdən soruşur. Biz GDP göstəricilərinə görə ilk 10 ölkəni görmək istədiyimiz üçün həmin sahəyə GDP sütununu sürüşdürərək əlavə edirik. Gördüyünüz kimi fayl hissəsindən GDP-ni mouse'un sol düyməsi ilə tuturuq və gətirib By Value sahəsinə əlavə edirik. Bir neçə saniyə vaxtımızı ala bilər. Sonra Apply Filter aktivləşmiş olur və biz Apply Filter üzərinə klik edirik. Gördüyünüz kimi vizualizasiya növümüzə filter tətbiq edilmiş oldu. Hazırda ilk 10 ölkə vizuallaşdırılmışdır. Bir xəritə əlavə edək və dataları xəritə üzərində vizuallaşdıraq. Visualization hissəsində biz Map-ə klik edirik və qarşımıza belə bir xəritə görüntüsü çıxmış olur. Hal-hazırda Filters hissəsini bağlayıram. Təbii ki, xəritəyə də filtr tətbiq olunur və ancaq 10 ölkə qarşımıza çıxmış olur. Hal-hazırda Legend hissədə olan yeri biz buradan çıxara bilərik və gördüyünüz kimi bu balonlar müxtəlif həcmli oldu. GDP həcminə görə onların ölçüsü də dəyişmiş oldu.
Son olaraq hesabatımızı save etmək üçün fayl tabına daxil oluruq. Buradan save as deyirik. Gördüyünüz kimi bir .pbix faylı açılmış olur. Faylımıza ad verib onu save etdikdən sonra hesabatı tamamlamış oluruq. Növbəti dərslərdə görüşənədək.